Herkese salam dostlar. Ben Eyla ve kanalıma hoş geldiniz. Ve Eyla'dan yatır. Yatır yine. Dur. Deməli, bugün biz Amsterdamdayıq. Evet, Amsterdama sonunda cəb çıxa bildik. Çox çətin oldu cəb çıxmaq. Nəysə, bunları axşam danışacağım. Hələ indi çölə çıxırıq. Nəsə gəldi işte evə, dincəldik, elədik. Elcan yatdı yenə həmişə kimi. Üzümlə burada çox qəribə düşür, işinlə əlaqəlidir. O toy vlogun bundan əvvəl yükləyəcəm onsuz. Yəqin ki. Qərar vermişəm ki, güya dekabrda aralıq kimi hər gün video atacağım. Çalışacağım. Atmayacağım, yalan deyil. Söz atacağım, inanıram, atacağım. Nəysə, indi oteldən çıxaq. Oteldə otağı göstərməm gərək oldu. Çünki bir dənə cəmi şeydir, kravatda vəsiyor. Bir də hamı tualetdə vəsiyor. Başqa heç nə yoxdur. Televizorumuza bakalım. Televizor işləmir. Burada bir də televizor var. Amma o da işləmir. Ona görə indi saat burada deyəsən 6-ya işləyir. Çıxaq, heç olmasa evin yaxınlarını gəzək. Bu günümüz lap heç olmasın. Onsuz həmişə ilk gün el olur. İlk gün adam yola vaxtı gedir. Həmişə bizdə tarih etmiş həmişə el olubdu. Amma yenə də istəmirəm ilk gün içsin. Heç olmasa evin yanlarında bir yerləri gəzək və bunu gün-gün yükləyəcəm. Amsterdam üçün gün 1, sabah burada olsa Amsterdam gün 2 və beləliklə bir şey, aralıq nəsə videosu bilirsiniz, bəzilər bilir. Bilməyənlər də şeyləsin, keçib deyə yazın. Deyəcək də. İndi çölə çıxaq, heç nə. Sonra deyən açacağım. Bye! Evet arkadaşlar, sonunda çıkabildik. Gedirik bizim kaldığımız otele yakın park var. Wendy Park. Wender Park. Neyse, öyle bir yerdi. Wender Park. Wender Park. Şimdi oraya gedirik. Oraya biraz gezək. Bu arada hava qəşəngdir əslində. Teşekkür ederim. Soyuq havadır, amma belə şeydir də. Külək vəsfi Külək yoxdur. Külək çox azdır. Ve espresso ne olar? Sadəcə belə sərin havadır. Ve espresso ne olar? Evet, bir espresso olar. Bizim kaldığımız Ya biliyorum otelde. espresso olacak. Neyse. Gördün mü? Şey var idi. Ve su bir kiralamak olurdu saatlıq. Ama prosa bizim de akşam saat. Bana o su geçmez. Akşam saat geldik. Ve akşam oldu. Yani çok var. Sabahıma süreriz. Bravo. Ben espresso sürmeyi çok hoşluyorum. Çok tatlış kafeler var. Böyle ihtimalle iş yoldaşlarına yığışıp oturuplar. Öyle bir vibe aldım. Neyse işte gidək parka tutup gösteririm tuturdan parkı da. Ama şeydi, ilk izlenim olarak Amsterdam'a bayıldım. Ben burada kalacağım. Evden göndereceğim. O yüzden şeyde Artık da qayıtmazsan. o yüzden başta tək yaşasın, ben burada yaşayayım. Ama yani mühəndis bir şehirde, aşırı mühəndis şehirde. Bakın hamı şey sürür, velosiped sürür. Şehirde maşın aşırı azdı. Yani ben gələndən probka görməmişəm. Probka düzgəndə çox bir şey olmuyor. Saat neçədə çatdıq bura biz? 10. 10'da çatdıq bura. Evet, 11'də çatdıq, biraz geç çatdıq. Ayrıca çıkın saat 10'da. O işlər isə danışaram. Bu gün çox kötü bir gün idi. Nələr yaşadıq, nələr. Amma axırda gəlib çata bildik. Amma çatdım, aeroportdan çıxdıq, gəldiyim an ilk andan şəhərə vuruldum. I love you Özde. I love Amsterdam. Bizden çok bir şehirdi ve hamı çok sakit, çok şen. Ve ben cidden buraya gelənləndi böyle biraz ne diyeyim, bedenli, kök. Hiç birini görmemişim. Bir defa gördüm, o da buralı değildi. Yani hamısın ki velosiped sürür, yer, maşın çok az. Yani maşın süren çok azdı. Böyük ihtimal ona göre de şeyler bahadır biraz. Taksi bahadır ona göre. 15 dəqiqəlik yolu 20 euro yazırdı bayağı. Ben de düşündüm ki, yani için maşın az olduğu için şey bahadır. Neyse, siz yolu biraz da seçin. İşte böyle tatlı şməkliləri var. Çok şəhət, baxın, bura yol. İndi maşın biraz çoxalıbdı nəticəsə. Amma gündüz vaxtı, yəni gündüz vaxtı, yəni
heç yox idi da, heç. Evdən baxırdıq, 20 dənə velosiped görürdüksə, sadəcə 2 dənə falan şey görürdük. Çok tatlış. 2 dənə falan belə maşın görürdü və hə, o da deyim, Azərbaycanda o şey çox azdır, piyadaya yol vermək. Mən bir dəqiqə. Mən şehir ölçülərdə də çox görməmişdim belə düz getdiyim ölçülərdə aşırı becərim. Amma burada Allah yola addım atmamıza hələ yol kənarında dayanmışsan, maşın saxlayır ki, get. Çok qəşəngdir, evet. Canım da bu favori oldu. Bugün kartuşka yiyəmədik. Çok güzel. Aşağıdan düşüp bakabilirsiniz. Telefonu tutmamışım. Telefonu salmayıb inşallah mən bir gün kamerada olacaq. Baxın, velosipedlər. Və hə, bir də şey çox qəşəngdir. Maşınlardan çox velosiped yolları var. Cidden velosiped yolları aşırı çoxdur və hamıya yol falan verir. Bizdə olsa dağıdarlar əslində bir-birlərini. Amma bir şey, bilmirəm, bizim bu qaldığımız yer nasıldır? Bura yeni il hələ bəzəkləri çox gəlmişdir. Baxın, evlərdə biraz bəzəklər var, amma elə şeyə çox gəlməyibdir. Şəhərə hələ yeni il bəzəyini çox görməmişəm, amma şəhərin bizdə məsələn Tarkov var, bunlar da bir yer var. Oraya gedəndə əsas görəcəm. Olsa yəqin ki, ora birinci bəzəyəcəklər. Nəysə, uşaqlar, 5 dəqiqə əvvəl danışamırdım. Evdən deyirdim ki, Esma video çəkmirəm, danışmağı unutmuşam. İndi susmuram. İndi susmuram. Ama bu şehri çok sevdim. Allah'ım ne olur ki? Ne olur ki ne? Burada bir minicik, ufacık, 2 mərtəbəli, 6 otaqlı, həyət evi qismət eləsən. Minicik, ufacık. Bir de bak onun yanında yani bu biraz büyük kalır. 2 tane de velosiped. Mənim üçün pəmbə rəng olsun, qabağında da çiçək olsun. Deyişim, hadi evrənə şey ayrıntı verməlisən də, evrənə ayrıntı verim. Qabağında da çiçək olsun, Lego güllərimi də qoya bilərəm. Evdənki də paslı bir velosiped olsun, bəsdir. Sürücü geçsin, bəsdir. Yani bu kadar. Evet arkadaşlar, parka gelmiş bulunmaktayız. Ve tatlış bir parktı. Ama heyif ki biz akşam bura məncə gündüz gəlsə daha qəşəngdir. Və evlər çox babaq, ayrıntı verdiğim evlər bu evləriydi. Minicik, ufacık. Və bir de burada yeriyirik. Deyəsən şəhərin mərkəzinə tərəf parkına düşürsə. Burada velosiped sürürlər. Əslində velosipedimiz olsaydı biz də velosipedlə gedə bilərdik, amma hələ bilmirik də, şəhəri tapıq. Ona görə sabah falan mı denəyərik. Böyle işte. Bu evleri falan çok şirin görünür. Tam bir böyle şey, tabloluk görünürler. Çok şey. Böyle teorisi vardı Çerizan'ın. Burada ay köpüş. Burada velosipedler çok sürülür diye. Ona da aslında bizim dilde veloparktı. Orada kofi satılmış olabilir. Kofi istəyirsən yine. Nerede bizim bu kafeden çektiğimiz? Evan ne dedi? Böyle parkta dedi, bir saçma bir yeri var. Ne bilmiyorum, Orada Allah dedi ama olmadı. Şaşırmadı olabilir. Ay çok tatlı. Arkadaşlar sonunda yeni layık bir şeyler görebildik. Buralara bəzəyiblər. Deməli, buraya məscid deməli yaxınlaşırıq. Onu bəzəyiblər sonra. Sonra buralarda bəzəyib. İndi bura tərəf gedəcəyik biz. Burada yolda falan düzəldiblər. Öyle. Bura velosiped yoldu. Şimdi buradan yola baxırıq, isə yoxdur. Peki səbəbi də burada svetoforlarda şeyləmir də, vurursan nokta şey. Bizdə məsəl var ya, belə toxunursan sonraki burada bütün svetoforlar elədir. Hamısına vurursan açılır. Ay çok güzel. İşıklı olan her şeyi severim. Evet doludur. Ama çok yerde Avropa üçün bəzən də altdan sonra hər yer bağlanır. Burada mağazalar üzü bağlanmır. Ama böyle yemek yerlərinin bir çox açıqdır. Baxın, istəyirəm, məscidə çıxırıq biz. Ay arkadaşlar, bu kitə çox qəşəngdir. Baxın, göğe yeşil şey vurublar. Böyle top.
İçi top. Burada cül mağazası var. Burada çok keşifleyiciler. Oha! Çok keşifli. O sırada erkekler, kızlar hiçbir şeye mutlu olmuyor. O sırada kızlar. Oha, oraya bakın. Burada çok keşifleyiciler. Işıltılı her şeyi severiz. Bura desin. Mum yeri de bura. Mum nerede bizde? Şam. Şam yeri. Evet arkadaşlar. Kofe taptım ama kofenin yanında maruzla taptım. Ben maruzla bekliyorum. Moruk yeri Çok yedi biraz. Evet arkadaşlar. Burada o cümle yazına değirdim. Biz şey yüzünden kofe yerine gidəndə 2 dənə kofe alırsan və şos belə bilmirəm. 17-18 manat. Mənasız belə baha gəlir də. Məsəl üçün siz mən anladınız işte. Niyə hər dəfə 18-19 yaşı yaxşıdır. Biz 30 manat, 25 manat 2 dənə kofe yəni. Və bu qədər boy. Yəni bizim Azərbaycanda verilən maaşla kofenin qiyməti üstə düşmür. Bu demək istəyirəm. Kofe indeksi, yani kısaca gelir ve kofe indeksi. Evet, uygun gəlirlər. Lütfen bunu diqqətə alın. Düz mən çox kofe sevən biri deyiləm, sən biri də deyiləm. Arada sırada belə beynimə düşür, mırtı içirəm. Ama bizim fikirləşəndə çox şeydir. İndi biz məsələn indi girdik. Random bir yere bindik, adı falan nədir. Amma insan videoda çəkmişdim. Amma maruz həqiqətən çox dadlıydı. Yəni eczanəçi Maruz dolu koydu da, yani orada bir 10 manat. Evet. Maruzunu çox qəşəng dolu koydu. Bizdə düşünün molda maruzunu alırsan bir top maruzunu 3-4 manat da yəni. Burada kız bütün kabı doldurdu, yani onu bir top saydı da. Evet. Ve 2 kofeye 2 tane marujnu, hamısına bir yerde 12 euro hardasa. 11 abla. 11 avro verdik və məsələn onlara görə məsələn çox yaxşıdır. Sonra maaş hesabı, 11 maaş değerlendirin. Yani onların aldığı maaşla kofe şeyi üstüne düşür. Onların kofe indeksleri düzdür. Bizim kofe indeksimiz sertdir. Yani ben bunu özüm için yok işittiğim için ben kofe seven biri değilim. Kofe severler için derim. Yani böyle. O da demek istedim. Bilsem bu kızay danışır. Halihazırda marketteyiz. Orada sandviçler de var. Salatlar biliyor musun? Sen alıp akşam yiyebilirdin. Onu akşam bir şey yemiyor. Bence de. Ceza azaldım çünkü. Bir hemen bakalım. Burada lüle kebap var burada. Lüle kebap. Orada da var, onlar da var. Hala? Bir hemen bak. Lüle kebap var, lüle kebap. Yok. Zaten yok ya somonzok var üstünde. Ben doymarım onu. Pink bundan götür. Bu ne diye? Aslında. Değil mi bu? Evet, Sushi şeyi. Ama götürme yok. O biraz şey. Sushi'ni böyle yerine almanım yani. Akşam abur cubur dönüyor ya. Yemek Tamam. yemek. Tamam. Saat bile yapıyor. Bak bu yaxşı bir şeydi yani aslında. Ama işte bu sefer
yarım göster məni. Ay burası evler çok güzel. Bu kadar güzelsiniz. Yes. Nefes yıkmaz. Bu valda burada kesin şeyler. Kültürlüler. Uşaqlar biz ise bugün eve gidemeyəcəyik. Burası çiçəkdir. Nerede bura? Değişik şey olması, telefon olması neyse. Bak. 17, 19 en streekvervoer. Ja, dat moet. Je moet elke dag. Je mag wel. Voor een week dat je zegt, nou ik heb dit week 28 uur, ik ga vandaag 12 uur, morgen 12 uur. Dat kan wel. Neyse arkadaşlar sonunda eve çıkabildik. Hava da yağışlıydı. Geldik makyaj falan silip ben uzanıp yatıp kalmışam. Hamısı Elzan günahıdır. Neyse yine durdum da videomun sonunu çekim. Video burada izlediğiniz için teşekkürler. Like atmağı, abone olmağı unutmayın. Aralık videosu çektiğim için gün-be-gün yükleyeceğim. Yani bunu yine birazdan editleyip yüklemeliyim. Çıkarılır, editleyeyim. Değil mi? Evet. Hadi. Bye. Elzan hemşe şişimin. Ya yok ayaklarım olsun onu biraz gel bak. Hamid. Ya. Aa şey var orada başka. Evet şey oldu. Ayaklar şöyle kim uzun çok güzel. Seferde en zor şey kitap. Acaba bu itti. Ayaklar da uzun diye. Yazık verdik. Slenderman okşuyor.